Akıl Bakdadı kanalında size hoş geldik. Bismillahirrahmanirrahim. Gece hikayesi. Danışan sizin Kövsər bacınız. Bu akşamın hikayesi Qarğa ve Toyuq. Biri var idi, biri yox idi. Bir gün qarğa uzun bir ağacın üstündə yuva qurdu. Bu ağac Əsmər nənənin evinin yaxınlığında idi. Əsmər nənənin həyətində çoxlu toyuqları var idi. Günorta vaxtı hamı yatanda qarğa Əsmər nənənin evinin divarına qonub ucadan qarr qarr etdi. Toyuq yuvasından atılıb divarın yanına qaçdı və dedi: "Nə olub qarğa bəy? Niyə bu qədər səs-küy salırsan?" Qarğa dedi: "Heç nə olmayıb. Sadəcə sevindiyim üçün qarr qarr edirəm. Bilmirsənmi ki, qarğalar belə səs çıxarır?" Toyuq dedi: "Bəli, bilirəm ki, qarğalar qarqar edər. Amma hər vaxt və hər yerdə olmaz axı. Yuvan haradadır?" Qarğa ağacın budağında olan yuvasını göstərib dedi: "Yuvam oradadır. Biz qonşuyuq." Toyuq əsəblə dedi: "Amma çox səs-küylü qonşusan. Sənin səsin cücələrimi yuxudan oyatdı." Qarğa dedi: "Yaxşı, sən də istəsən qıt 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 qıdaq elə. Gör mən narahat oluram ya yox." Toyuq dedi: "Mən boş yerə qıt qıt qıdaq etmərəm." Qarğa dedi: "Onda mən də istədiyim vaxt qarr qarr edəcəm." Toyuq dedi: "Elə isə səni Əsmər nənəyə şikayət edəcəm." Qarğa cavab verdi: "Yaxşı, getdi. Gör Əsmər nənə mənə nə edə bilər." Toyuq daha söz deməyib oradan uzaqlaşdı. Anladı ki, qarğa söz dinləməyəcək. Ertəsi gün Əsmər nənə həyətin bir küncündə oturub düyü təmizləyirdi. Bu vaxt qarğa divara qonub yenə də qarr qarr etməyə başladı. Toyuq dərhal yuvasından çıxıb Əsmər nənənin yanına qaçdı. Əsmər nənə elə bildi ki, toyuq düyü yemək üçün gəlib. Dedi: "Toyuq balam, bu düyülər sənin üçün deyil." Qarğa isə ağacdan baxaraq gülüb uçub getdi. Ertəsi gün Əsmər nənə günəş altında noxud və lobya təmizləyirdi. Qarğa yenə də qarr qarr etməyə başladı. Bu dəfə toyuq birbaşa Əsmər nənənin qucağına qaçdı. Əsmər nənə başını qaldırıb dedi: "Görəsən, qarğanın səsinə görəmi qorxub mənim yanıma qaçdın?" Toyuq bir neçə dəfə qıt 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 etdi. Əsmər nənə sinidəki noxudları kənara qoydu, yerindən qalxıb qışqırdı: "Ey qarğa, bir də boşuna səs-küy salsan, bax mən sənə nə edərəm?" Qarğa yenə də qarr qarr etdi. Əsmər nənə süpürgəni götürüb dedi: "Bir də belə etsən, bu süpürgə ilə səni qovacam." Qarğa başa düşdü ki, Əsmər nənə zarafat etmir. Bu dəfə sakit dayandı. Əsmər nənə evdən çıxan kimi qarğa divara qonub dedi: "Ey toyuq, bu nə iş idi? Niyə Əsmər nənəyə xəbər verdin?" Toyuq dedi: "Çünki sözümü dinləmirdin." Qarğa dedi: "Bəs indi nə edim? Axı qarğalar qarr qarr etmədən dura bilməz." Toyuq dedi: "Gözəl bir xəbər olanda qarqar et." Qarğa soruşdu: "Gözəl xəbər nə vaxt gəlir?" Toyuq cavab verdi: "Sabah Əsmər nənənin böyük oğlu onu ziyarətə gələcək. Onu görəndə qarr qarr et." Qarğa heç nə demədi, yuvasına uçdu.
Ertəsi gün Əsmər nənənin oğlu uzaq yoldan gəldi. O daha evə çatmamış, qarğa qarr etməyə başladı. Əsmər nənə qışqırdı. Yenə başladın, ey qarğa. Amma o bunu deyən kimi oğlunun səsini eşitdi. Ana, mən gəldim. Əsmər nənə qapıya tərəf qaçarkən dedi. Afərin sənə qarğa, yenə oxu, yenə qarqar et. Qarğa sevinc içində oxudu. Toyuq da onunla birlikdə qıt-qıt-qıdaq etdi. Bəli, əziz balalar, hər şeyin bir zamanı və yeri var. Boşuna səs-küy salmamalı və başqalarını da narahat etməməliyik. Əziz balalar, nağlımızı bəyəndinizmi? Elə isə bu nağlımıza da aid şəkil çəkib bizə göndərməyi unutmayın. Sonda isə nağıllara aid şəkil çəkib göndərən siz əzizlərə təşəkkür edirəm. Hamısı çox gözəl idi. Əllərinizə sağlıq, ağıllı balalar. Siz necə bacarıqlı uşaqlarsınız belə. Gecəniz xeyrə qalsın. Yuxunuz şirin olsun. Əziz, gül balalar.